İndi Ahmet, çox yaxşı nöqtələrə toxundun, faktlar üzərindən gəldin. Düşünürəm ki, bizim Maltaya məğlubiyyətimiz faciə deyil, bizim faciə gizlənir məhz aşağı yaş qruplarında, ümumiyyətlə akademiyalarda, həmin o danışdığımız sistemdə biz aylarla, illərlə, yəni hər verilişlərimizə dönə-dönə danışırıq, dönə-dönə deyirik, bundan sonra da danışacağıq. Çünki biz problemlərimizi gizlədə bilmərik. Biz problemlərin üzərinə getməliyik. Yox, bizdə elə yaxşı ancaq torba biz problemlərin üzərinə getməliyik. O toz basan problemlərin tozunu təmizləməli, artıq əlimizə, belə deyirdim, qolumuzu çırmalıyıb işin altına girməliyik. Artıq işlər görməliyik. Çünki artıq Özbəkistan, Qazaxıstan futbolu kifayət qədər bizdən uzaqlaşır. Yəni, bu biabırçılıqdır. Bu biabırçılıqdır. Yəni, hansısa ölkənin futbolunu aşağılamaq deyə bir niyyətim yoxdur. Amma fakt faktlığında qalır ki, cəmi 5-6 il əvvəl Özbəkistan, Qazaxıstan, yəni bizim aşağı yaş milliləri bu millilərlə oynayanda rahatlıqla qələbə qazanırdı, bərabərlik olurdu. Biz artıq, nə bilim, Qazaxıstana böyük hesabla uduzuruq. Biz Qırğızıstanı uda bilmirik. Qırğızıstanı, biz Qazaxıstanın 19 millisini, sən deyirsən, Portuqaliya ilə 1-1 elədi. Serbiyanı da uddu. Bir neçə ay bundan qabaq Özbəkistanın 17 millisinin, mən İtaliyanın 17 millisindən oyuna baxdım. 10 nəfərlə qalmışdı Özbəkistan, qırmızı vərəq qalmışdı. Futbol oynayırdılar, Ahmet. Sistem vardı. Bilirsiniz, məsələ nədədir? Bugün Özbəklər də uduza bilər, Özbəkistan millisi də, Qazaxıstan millisi də uduza bilər. Amma onlarda bir sistem var, gələcəyə bir işıq var. Çıxdıqları yolu bilirlər ki, hansı yoldadırlar. Yəni, problem bundadır ki, bizdə. Biz ümumiyyətlə yola çıxmamışıq. Yəni, əsas adamı narahat edən məsələ odur ki, yox, yolumuz da səhv olsun, amma bilək ki, çıxmışıq da bu yola. Ən azından cəhd eləyirik, bu variantları yoxlayırıq ki, bəlkə bu uğurlu var bizim üçün. Ən azından bir... Bizim, üzr istəyirəm, aşağı yaş qrupundan A milliyə kimi hansı millimiz uğur əldə edir? Bugünə qədər uğur əldə eləsin, göstərsin ki, nəsə iş. Biraz bizim dövrümüzdə nəticələr qənaət baxş idi. Məsəl üçün, biz Portuqaliya ilə Portuqaliyada 2-2 oynayırdıq. Portuqaliyanı 2-0 udurduq. Hesab yadımdan çıxmaz. Portuqaliyanı 2-0 uduruq. Bir nəfər zəng edir ki, deyirlər orada nə baş verir? Deyirlər ki, hesaba baxıb, görür ki, Azərbaycan 2, Portuqaliya 0, U19. Portuqaliyada, Belyamarda oynayırdıq. Bunlar da baxırlar, deyirlər, bu nə da, inanmır da. Sən gelir ki, belə hesab görürük. Deyirlər, 2-0 da hesab, inanmır ki, bizim vaxtımızda, məsəl üçün, mən aşağı milli komandalarda ən çox oyun keçirmiş oyuncuyam. Yəni U17, U19 rəsmi Avropa çempionatlarında ən çox oyun keçirmiş oyuncuyam. Bizim vaxtımızda məsəl üçün 2 mərhələdən birini keçirdik. 2 mərhələdən birini keçirdik. İndi təsəvvür elə, son 15 ildə səhv eləmirəmsə, ümumi U17, U19 cəmi bir mərhələ keçib. Bu bizə nə deməkdir? Oturma daha artıq... O günləri milli komandada işləyən məşqçilərindən biri ilə görüşdüm təsadüfən. Dedi ki, Ahmet, and deyir ki, futbolcu tapa bilmirik oynatmağı. Bugün akademiyalarda bəzi futbolçular var ki, 3 yaş qrupunda oynayır, Ahmet. 17, 19, 16 yaş, 3 yaş qrupunda oynayır. Bu nədən ibarət? Kəmiyyət yoxdur artıq. Say yoxdur, hələ keyfiyyəti qoyaq bir kənara.